Axşamınız xeyir dəyərli yoldaşlar. Bugün biz sizlə Financial Accounting syllabusundan inventory mövzusunun testlərinin izahına baxacağıq. Gəlin başlayaq. Birinci testdən nə deyir? Oxuyaq, tanış olaq. Ali has bought 2000 of inventory on credit. Kreditlə 2000 inventory alıb və how will this transaction affect the account of Ali's business? Necə olacağına baxaq. Purchase will increase 2000, trade payable will decrease. Kreditlə mal alırsansa, payable-ın artmalıdır. A bəndə olmaz. Purchase will increase. Okay. Bank account will decrease. Şərtdə bizə deyir, kreditlə alır. Yəni, bankda pulu niyə azalsın? B bəndə də olmaz. Trade payable will increase. Okay. Bank account will decrease. Payable-ın artmağı doğrudur, amma bankdan pul getməməli. Biz ödəniş eləmirik. Biz malı alırıq. Trade payable will increase by 2000. Payable-ın artır. And purchase will increase 2000. 2000 də purchase-ın artır. Yəni, ikili yazılışı necə olur? Yazırsan debit purchase, hansısa bir mal, məsələn 2000, credit payable, 2000-lik öhdəliyin yaranır. 1D. Keçək ikinci sualın izahına. Malik had the following inventory movement in his business during the first quarter of 2015. Verib inventory hərəkətin və 11 yanvar 2015-ci ildə Malik had 3000 units of inventory valued at 15000, 150.000 qiymətləndirilmişdir. Assuming Malik uses a cumulative weight average approach to inventory valuation, what value would be included for inventory in the statement of financial position at 31 yanvar 2015-ci ildə nə qədər daxil eləməliyik? Gəlin 2 nömrəli testin izahına baxaq. Görək, nə verib, nə istəyir, bir-bir tanış olaq. Bunu biraz böyüdək, ekranda rahat bir şəkildə görünsün. Tamam, baxaq misalımızın həllinə. Nə istəyir? Deyir ki, bu tarixdə 5000 alış olub, bu tarixdə 6000 alış olub, dəyər bu qədərdir. 17 yanvar tarixində 4000 satış olub və 3000 alış olub, dəyəri 210.000-dir. Və başladığı zaman opening inventory'si olub 3000 dənə və 150.000 dəyərində olub. Cumulative weight, average cost-la gedirsən, FIFO metod deyil də, yəni average özdə kumulativdir. Continuous deyil. Yəni dərsin izahı prosesində deyilmişdir ki, kumulativdə sadəcə bir dəfə cəmləyirik, amma digərində, yəni continuousdə isə hər dəfəsində bir ortaq qiymət çıxarmalıyıq. Tamam, baxaq rəqəmlərimizi götürək, onları cəmliyək satışımıza qədər görək. 150.000 götürdük, 270.000 və 348.000. Bu rəqəmlərimizi götürdük. Baxın, 150, 270, 348. Rəqəmlərimizi götürdük, cəmlədik, bölürük onların sayına, ümumi görək nə qədər sayı var. Baxın, 3000 başlanğıc idi, 5000 və 6000. Inventorların sayını böldük və bir ədədinin qiymətini tapdıq. Bizdə şərtdə deyir ki, 4000 dənə inventory satılıb. Birinin qiymətini vurduq həmin 4000-ə ki, bizim bu qədər kostu olan inventorimiz satıldı və yerdə qalan inventorimizə baxırıq. Zaten üçünü cəmləmişdik, həmin üçünü götürürük və əlavədən 210.000-lik də bir mal almışdıq, baxın. Və satdığımız həmin bu 4000 inventorini qiymətləndirmişdik axı biz burada, baxın budur. Həmin qiymətləndirməni çıxdıq. Cavabımızsa bu eləyir. 75, 758, 571. Cavab A bəndi. Okey, doğrudur. Keçək 3-cü sualımızın izahına. 3-cü sualda true false-dur. Bizdən true false istəyir. Inventory balance are readily available, more likely identify damage or lost inventory. Deməli, bir true-dur, 2 false-dur. Səbəb, indi gəlin izahını verək. Deyir ki, inventory balance are readily available. Şərtdə deyir ki, statement whether each of the following statement about the advantage of keeps continue inventory records compared with period end inventory record is true false. Davam edir, yəni inventarlaşma prosesi, davam edən inventarlaşma prosesinin hansı bir üstünlüyüdür. Bir də deyir ki, inventory balansı, yəni inventory qalığın hər zaman, belə deyim, əlində hazır şəkildədir. Bu okeydir. İkincidə isə amma ona dəyən zədəli, belə deyim, zədəli ziyanlı inventory'ni təyin edə bilirsən. Xeyr, bu, yəni sənin əlində olan sadəcə mal material ehtiyatını göstərə bilirsən sən.
cavabımız doğrudur. Keçək 4-cü sualımızın izahına. Keçək 4-cü sualımızın izahına nə deyir? According to IFRS 2, inventory which two of the following statement reflect how inventory should be valued. Aşağıdakılardan hansı ikisi ilə qiymətləndirildiyini soruşur. Lower of cost or selling price. Selling price değildi. Ya NRV idi ya cost idi. Bu A bəndi olmur. Ona uyğun olaraq baxırsan D variantı cost və net realizable value NRV fair presentation əsaslanırdı konsepsiya olaraq. Bunu götürürsən və digərinə baxırsan. Each item of inventory is valued separately. Hər bir inventory ayrı-ayrılıqda qiymətləndirilir. Doğrudur. Each class of inventory is valued as a whole. Eyni sinif inventorylar birlikdə qiymətləndirilir. Tamamilə yanlışdır. Eyni sinif bir neçə inventory var ki, sən onları, yəni hamısını birlikdə qiymətləndirə bilmirsən də, ayrı-ayrı, hər birinə ayrılıqda yanaşırsan, ayrı-ayrı qiymətləndirirsən. Baxaq cavabımıza B, D doğrudur. Keçək 5-ci sualımızın izahına. Nə deyir, nə verib, nə istəyir? Keep deals in a single product which experiencing rising price. Qiymətlər qalxan dövrdən gedir söhbət. If Kip adopts a FIFO approach to inventory valuation, what would be effect on his gross profit and inventory valuation compared with an average cost approach to inventory valuation? Söhbət qiymətin qalxan dövründən gedir. Qiymət qalxan dövrdə biz yadınızdadırsa dərsin izahı prosesində FIFO, avtokumulyativ və avtoperiodiki çəkib qoymuşduq. Qiymətlər qalxan dövründə ən yüksək inventory qalığı istəyirdinsə, sən bunu FIFO ilə qiymətləndirməliydin. Yəni sənin inventory valuation olur yüksək və closing inventory net profiti artırır. Bu tipli bir profiti artırır, bu tipli bir cümlə demişdik. Inventory yüksək olanda closing inventory əlbəttə ki, sənin profitin də yüksək olacaq. Cavab olur A variantı. 6 nömrəli sualın izahına. According to IFRS 2 inventory, which two of the following item are allowed to be included in the cost of inventory? Aşağıdakilərdən hansı ikisini inventory'nin maya dəyərinə daxil edək? Dərsin izah prosesində yenə qeyd etmişdik ki, nələr maya dəyərinə daxil olurdu. Biri import duty idi, gömrük xərcləri, biri raw material idi. Bəli, demişdik ki, mal material bizim anbarımıza gəlib girənə qədər və ya məhsul əgər istehsal ediriksə, hazır məhsul alırıqsa bizim anbarımıza gəlib girənə qədər çəkilən xərclər, istehsal olunursa, istehsal olunub hazırlanana qədər çəkilən bütün xərclər onun maya dəyərinin üzərinə gəlir. Bunu dərsin izah prosesində danışmışdıq. A, B, keçək digər suala. 7-ci sualda bizdən nə istəyir? Mia has a product that costs 80, it has been inventory for a few months and now Mia believes that she could sell the product if they reducing the selling price to 75. What value Mia place on this product in her financial statement and which accounting concept will impact on this decision? Hansı konsepsiyadır və hansı qiymətlə qiymətləndirməliyik? Şərtdə bizdən bunu istəyir. Deməli, cost 80-dir, şərtdə açıq aydın deyir, NRV-si isə 75-dir. Biz nə demişdik? Cost və NRV-nin müqayisə edirik. Hansı daha aşağıdırsa onu götürürük. NRV-ni götürəcək 75, AB variantı getdi. Bu konsepsiya fair presentation konsepsiyasıdır. Demişdik ki, NRV-lər fair presentation konsepsiyasına əsaslanır. Doğru cavab D bəndidir. Gələk 8 nömrəli testimizin izahına. Bizdən sadəcə true, false istəyir. Oxuyaq, tanış olaq. Profit will be higher, yüksəkdir. When nə vaxt using FIFO if price a falling. Qiymətlər düşən zaman FIFO-da ən aşağı olurdu. Closing inventory-də, həmçinin profit-də. Bir false-dur. Inventory valuation will always be lower when using average cost rather than FIFO. Lower aşağı olur using average cost rather than FIFO. Adətən də aşağı olur. Xeyr, bu rising və ya falling söhbəti var orada price-ın, ona uyğun götürürsən. Yəni bu da false. Okay. Keçək 9-cu sualımızın izahına. Let's business start the year with 240 units of inventory with a value of 2400. 240 inventory başlayanda 2400-dən qiymətləndirilib. During the year Vlad purchased 4800 unit costu
57.600'dür. 4200 units was sold for 126.000'ə satılıb. Assuming the opening inventory was sold first. Baxın, şərtdə deyir opening inventory was sold first. Yəni FIFO first in first out metodundan istifadə edirsən. Birinci gələn, birinci satılır. What gross profit was made by Vlad during this accounting period? Tamam, 9 nömrəli testimizin izahına baxaq. Qeyd eləyək, openingimiz nə qədərdir? 240 dənədir, 2400-ə qiymətləndirmişik, birinin dəyəri 10-a düşür. Purchase 4800-dən alışımız var, 12 ədəd, 12-dən qiymətləndə 57.600 qədər eləyir və 4200 qədər biz buradan inventory satmışıq. Bu satdığımız 4200 inventory var ha. Bunun 240-ı yoldaşlar bundandır. Qalan hissəsini isə bundan. Yəni first in first out'dur. Birinci bunu satmalıyıq, sonra bu məhsuldan satmalıyıq. Və bizim yerdə 840 dənə məhsulumuz qalır. Hansı ki 12-dən qiymətləndirəndə 10.080 qədər eləyir. Satışımızı zaten şərtdə bizə, bunu biraz böyüdüm sizin üçün. Satışımızı zaten şərtdə bizə verib, bunu biraz yaxına atım, rahat olsun sizə. Aha. Şərtdə bizə deyir 4200 unit'i 126.000'ə satmışıq. Tamam. Gəlin maya dəyərinə baxaq. Maya dəyərində nə etmişik? Maya dəyərimiz nə qədərdir? Məhsulun maya dəyəri. Bu plus bu və bunun içərisindən closing inventory-ni çıxartmalıyıq. Yəni dərsin izahı prosesində yadınızdadırsa biz nə etmişdik? Closing inventory-ni kostun içərisindən çıxarmışdıq. Yəni kostu azaldır və profitimizi buradan yüksəltmişdik. Cavab olaraq sonda bundan da sales'dən də cost of gross sales'i çıxırsan və gross profitimizi tapırsan. 76.080 qədər olmalıdır. Baxaq cavabımıza 9B bəndi. Doğrudur. Keçək 10-cu sualımızın izahına. Baxaq bizdən nə istəyir? Yim purchase following inventory during the current accounting period. Deməli aldığı və satdığı unitlərin hər birini qeyd edirsin. Qeyd olunub daha doğrusu. Yanvar ayında 145 dənə alınıb, fevralda 270, apreldə 240 və fevralda 90 ədəd 1 satlıq, 320 ədəd 1 satlıq. Bu da bunların total qiymətləridir, qeyd olunub. The business had no inventory 11 yanvar 2012-ci ildə. Yəni başlanğıcda adam deyir ki, yox idi mənim inventory qalığım. Assuming that Yin uses a FIFO approach to stock valuation, what amount should be shown for inventory in the statement of financial position? 30 April 2012. To decimal, please. Yəni 2 onda birlərə qədər, yüzdə birlərə qədər yuvarlaqlaşdır və FIFO metodu ilə misalını həll et. Gələk 8 nömrə 10 nömrəli. 8.10 nömrəli testimizin izahına baxaq. Openingimizi verib 000, başlanğıcımız 0'dır. 145 ədəd almışdıq 290'a, 270 dənə almışdıq 675'ə, 90 dənə 1 satmışdıq, 320 dənə 1 satmışdıq və 240 dənə sonda alış eləmişdik. Baxın yoldaşlar, nə dedik? First in first out'dur. Bu 90'ı 145'in içərisindən satırsınız. Yerdə qalan 55 dənəni, bax bu 323'ün satırsınız. Bu 145 0 olduqdan sonra 270'dən satışa keçirsiniz siz. Tamam mı? Bu 0 olur və siz 270'dən satışa keçirsiniz. 270 əgər çatmasa, çatmadığı yəni bəs eləyir, oradan hələ artıq da qalır da, belə deyim. Çatmadığı təqdirdə bundan sonraki alışımızdan keçirik. First in first out metodunda. Son olaraq cəmləmişəm, baxın 5 dənə qalıb, həmin 5'i vurmuşam mən bunun bir ədədinin qiymətinə, price per unit və üzərinə gəlmişəm, buna toxunmadıq, 672 qədər inventory mənim burada qalıb. Üzərinə gəlmişəm bunu. Son olaraq cavabım 684.50. 684.50. Tamamilə doğrudur. Keçək 11 nömrəli testimizin izahına. 11 nömrəli testimizdə true or false-dur. Bizdən sadəcə true false istəyir. Tamam, true false-da nə istəyir? Baxaq. Period end inventory record can be used to identify damaged and lost inventory. İtirilmiş, dövrün sonunda olan inventory qalıqlar itirilmiş və ya zədəli
inventarı müəyyən etməyə kömək edir. Bu ola bilər. Yəni bilirsən əlində nə var. Period and inventory record will be provide an accurate record of the volume inventory held at the period end. Dəqiqliklə qeyd olunmalıdır. Bəli. Period end inventory record is carried out during normal working hours and doesn't affect to the operation side of the business. Biznesin hərəkət fəaliyyətinə təsir etmir, yəni iş saatları çərçivəsində olmalıdır. Sayım prosesində bəzən, yəni belə deyim, bağlanıldığı da olur da ki, inventory sayım olur, ondan sonra yenidən fəaliyyətə başlayır. Bu false-dur. Staff may be required to work overtime during the period end. Periodun sonunda bəzən overtime-a qala bilirlər. Yəni artıq qalıb işləyə də bilirlər. Bu true'dur. Baxaq, korrekt cavabımız. Keçək 12 nömrəli testimizin izahına. A product called Z has the following attributes: purchase cost 36'dır, carriage inverse 350 və sales price 38'dir. Trade discount 10% purchase cost, alış qiymətinə 10% trade discount olur. Has been agreed with the supplier. Təchizatçı ilə razılaşdırılıb. According to IFRS to inventory, what value should be included in the inventory for a unit of Z's? Deməli, NRV-ni mi götürək, cost-u mu götürək? Şərt sadəcə bunu istəyir bizdən. Sadəcə biraz qarışıq formada verilib. 12 nömrəliyə baxaq. Purchase cost nə qədərdir? Purchase cost 36'dır, düzdür. Carriage inverse verib bizə bir də 350 qədər. Və deyir ki, bizə 10% trade discount verir. 36'dan 10%-ni çıxıb üzərinə 350 gəlsəm, 35.90 almış olaram. Və mənim sales price-im 38'dir. Bunu götürmürsən. 35.90 hanı? C bəndini götürürsən. Doğrudur. Keçək 13 nömrəli testin izahına. 13 nömrəli testdə deyir ki, Xin had the following inventory at 31 mart 2018-ci ildə. Unitin kostlarını verib, kəmiyyətini verib, nə qədər olduğunu və total olaraq kost nə qədər tutur, hər birinin satış qiymətini verib və total satış dəyəri nə qədərdir, onların hamısını qeyd edin. X, Y, Z 3 dənə unit var. To sell of the product X, X'in will have to make minor modification costing 67.20. What value should be included for inventory to the statement financial position at 31 Mart 2018? Nə qədər financial position-a daxil etməliyik? Tamam, 13 nömrəli testin izahına baxaq. Kostunu və NRV-sini, hər birini ayrı-ayrılıqda qeyd edirsən. Kostunu da verib, NRV-sini də verib, şərtdə zaten. Baxın, şərtdə sənə deyir ki, kost nədir, NRV nədir? 420 məsələn budur. Bu 336 bunu vurursan buradan çıxır. Sonra 1314'ü verib və 1460 və sonda 612 və 504. Bunların hər birini bizim üçün qeyd edib. Biz bunu indi hansını götürəcəyimizə baxacağıq sadəcə olaraq. Baxın, biz götürəcəyimiz rəqəmləri mən qırmızı ilə işarətləmişəm. Gəlin bunu biraz ölçü olaraq böyüdüm sizin üçün. Götürəcəyim rəqəmlərimi işarətləmişəm. Hansını, nə demişdik? NRV-lərini götürəcəkdik, kostlarını yox. Hansını da kiçikdirsə rəqəmlərimiz, həmin rəqəmlərimizi gəlib sonda götürməliyik. Cavabımıza baxaq. Yəni son olaraq bunların cəmi bizə verəcək 2154. Baxın, bu və bu. Bu üçün cəmi sam olaraq baxın burada göstərir. İstəyirsinizsə burada bir funksiya şəklində bunu qeyd edeyim. Daha aydın şəkildə görək. Bu və bu. 2154 bizə lazım olan cavabımız baxın budur. Kostun və ya NRV-sini hansını götürək desək, biz bunu götürürük. Okey.
Keçək növbəti testimizin izahına, 14 nömrəli testdə. Tan has the following inventory records at the year end. İl sonunda rekordlarını qeyd edib və hər bir şeyini bayaq kimi qeyd edib. Satış qiyməti var, hər bir kostun yəni maliyyə dəyəri var, sayı var. What amount should Tan include under current asset for inventory to decimal place? Yəni %1'lərə qədər yuvarlaqlaşdırmağımızı istəyir. Baxaq 14 nömrəli testimizin izahına. Bizdən nə istəyir? Şərti gətirib qoyuram gözümüzün qabağına, görək. Və baxaq görək nə qədərdir, satış qiyməti nədir, kəmiyyəti nədir, hansından nə qədər olacaq. Kostumuzu verib 120, 10. Baxın, bunların hasilinə kostumuzu tapdıq. NRV-sin yenə tapdıq. Hər birini bu şəkildə ayrı-ayrılıqda yazırıq. Kostun NRV-sini, kostun NRV-sini və hansı rəqəmlər belə deyim aşağıdırsa onu baxın mən qırmızı ilə qırmızılamışam ki bizə lazım olan rəqəmlər bunlardır. Bu və bu. İndi bunları bir dənə son olaraq cəmləməyimiz qalır. Bu və bu. Hər bir məhsul üçün. 1778.4 1778.100'lərə qədər yuvarlaqlaşdır dediyi üçün 40 şəklində götürürük. Tamamilə doğrudur. Keçək 15 nömrəli testimizin izahına. 15 nömrəli testimizdə bizə nə deyir? Shadi has purchased an item of inventory incurring the following cost. Purchase price 45'dir. Recoverable import duty gömrük xərcləri var. Delivery cost var. A trade discount 10% on the purchase price was given to Shadi. 10% buna trade discount verilir. The item has the selling price 51 and cost to sell of 1. 1 dollar xərc çəksə məhsulu 51 dollara sata bilir. What amount hansını daxil eləməlisən? Shadi included in the closing inventory to represent value of this item of inventory. Yəni kostum götürək NRV-nimi. Bunun üçün nə edirik? Birinci kostunu hesablayaq. Baxın 45'i verib 3.40 var və 2.60 çatdırılma xərcidir. 10% bizə trade discount verir. 10%-i çıxırsan 3.40 və 2.60 üzərinə gəlirsən. 46.5 olur mənim kostum. NRV-imdə isə 50-dən bir qədər 51 olan məhsulu 1 dollar xərc çəksəm 50 dollar sata biləcəyimi deyirdi. Hansı kiçikdir? Əlbəttə ki kostu. Onca biz bunun kostunu götürürük. 46.5. Keçək 16 nömrəli testimizin izahına. A business has opening inventory of 15.000 at the start of accounting period and closing inventory of 18.500 at the end of the accounting period. Which of the following trial balance extract correctly shown how opening and closing inventory will be record in the general ledger. Necə təsir edəcəyini soruşur bizdən və bunu baxaq qiymətləndirək. Baxın yoldaşlar bunu qeyd edeyim ki mən yəni bu yerə qədər gəlib çıxmışıqsa biz Study Hub işləyirsə artıq bizdə müəyyən bir baza olduğunu düşünürəm ki onun üçün də mən bu tipli testlərin hər birini ayrı-ayrılıqda financial position üzərində və ya SPL üzərində izahını xırda şəkildə vermirəm. Yəni bura qədər gələn hər bir tələbənin beynində bu artıq avtomatik şəkildə canlanmalıdır. Closing inventory dedikdə onun financial positionda tutduğu mövqe, SPL-də tutduğu mövqe bunların hər biri ayrı-ayrılıqda canlanmalıdır. Onun üçün mən bunun xırda detallı izahını, yəni detallı izahını vermirəm. Sadəcə müəyyən vacib nüanslar, lazımlı nüanslar qeyd edirəm misalın həlli prosesi üçün. Baxın, deməli biz nə demişdik? Demişdik ki opening inventory debitdə olurdu. Closing inventory softba gedəni, financial position'a gedəni debitdə qeyd edirdik və SPL-ə gedəni isə kreditdə qeyd edirdik. Cavabımız olacaq C bəndi. Tamamilə doğrudur. Keçək digər sualımızın izahına. True, false-dur.
Baxaq, statement oxuyaq, tanış olaq. Statement with the following statement concerning FIFO and cumulative weight average method of valuation inventory are true or false. Hansı haqqında doğru və ya yanlış olduğunu soruşur sadəcə. FIFO will always give a higher closing inventory valuation than cumulative weight average cost. FIFO metod deyir, adətən yüksək verir qiymətləndirməni kumulyativə nisbətən. Pricing, rising məsələsi var orada. Qiymətlərin qalxması və ya falling. Price rising, price falling. Qalxması və ya düşməsi məsələsi var. Ona görə bu doğru deyil. In times of rising price, qiymətlər qalxanda using FIFO rather than cumulative weight average method as an inventory valuation approach would mean closing inventory would have a higher value. Bəli, qiymətlər qalxan zaman FIFO-da hər zaman yüksək olur. Digərlərinə nisbətən hamısından ən yüksək FIFO metodda olur. Yadınızdadırsa biz izah prosesində misalımızı yazmışdıq. 70, 65 və 60 olaraq bizim closing inventory'miz tapılmışdı ortalığı. 17 nömrəli testimiz getdi. 18 nömrəli testimizin izahına baxaq. Nə deyir? Seller buys and restores item of exclusive vintage jewelry. At 31 May 2017-ci ildə there was 3 item in inventory as follows. Aşağıdakı kimidir? 3 dənə cəvahirət dükanı var və 3 dənə məhsulu var. Bu 3 məhsulun aşağıdakı şərtlərini verib və bizdən lazım olanı istəyir. Nə verib? Purchase costunu verib. Expected selling price, gözlənilən satış qiymətini verib. Restoration cost, bərpa təmir xərcini verib və future cost before sale, bunu verib. Və hər bir üçün. Bunu köçürdək normal bir Excel-imizə. Baxın, Excel-imizə atdıq və hər bir məhsul üçün cost NRV çıxarmağa çalışaq. Məhsulumuzun, yəni bunu elə öz aşağı hissəsindən yazmışam, bunu öz aşağı hissəsindən, bunu isə özünün aşağı hissəsindən. Yəni məhsulların adlarını qeyd edəməmişəm ona görə. Nə etmişəm? Burada bunun maya dəyəri purchase cost'un üzərinə gəlsən, restoration quraşdırma xərcin. Burada eyni qayda bunun üzərinə gəlsən, quraşdırma xərcin. Burada da eyni qayda 45.000 üzərinə gəlmişəm, onun quraşdırma xərcin. Burada isə expected selling price 25.000-dir və onun satılması üçün 2.000 xərc çəkməlisən. Həmin xərci bundan çıxmışam, azaltmışam. Eyni qayda ilə bunda da. Yenə cost və NRV. Baxırıq hansında yüksək, hansında daha aşağı məbləğ olmasına. Baxırıq ki 18.000, 35.000 və 47.000. Aşağı olan rəqəmlərimiz bunlardır. Bunları qırmızı ilə qeyd eləmişəm və sonda bu rəqəmlərimizi gəlin cəmləyək. Cavabımız olacaq 100.000. Bunu sizin üçün böyüdüm. Cavabımız olacaq 100.000. Baxaq. Tamamilə doğrudur. Keçək 19 nömrəli testimizin izahına. The following figure relate to inventory held at 31 Mart 2016-cı ildə. Produkt A, produkt B 2 dənə məhsulumuz var. Unitlərini verib, hər bir unitin qiymətini verib, selling price satış qiymətini verib və modification cost 5 per unit would need to be made to product to achieve the selling price of 17. 17 dollar satılması üçün per unit, hər bir unit üçün 5 dollar xərc çəkməlisin. Bunu soruşur bizdən. Və what is the value of inventory held at 31 Mart 2016 in accordance with IFRS 2 inventories. IFRS 2-yə əsasən inventory necə qiymətləndirirsən dövrün sonunda. Baxaq 19 nömrəli testimizin izahına. Baxın, yazmışıq, şərti olduğu kimi köçürmüşəm bura. A, B 2 dənə məhsulum var. Yenə bayaqki kimi cost və NRV-lərimizi tapmışam. Costum bunu buna vurursan. NRV-də baxın 2000 zaten unitimdir. 17 dollar satmağım üçün bu demiş ki 5 dollar hər bir üçün xərc çəkməliyəm. Həmin 5 dollar belə. B-də də eyni olduğu kimi və B-nin NRV-sini də çıxarmışam. Baxırıq, dediyimiz kimi NRV-ni mi götürürük, kostumu götürürük.
Hansını da bax 24 və 80-i görürsünüz qırmızı ilə rəngini fərqli yazmışam ki, aydın olsun hansını götürəcəyimiz. Cəmi isə 104.000 bizə verir. 104.000. Cavabımız olur D bəndi. 19. Doğrudur. Keçək 20 nömrəli testimizin izahına. 20 nömrəli testimizdə The Draft 2016 Statement of Financial Position of Value Report Returning Earnings of bu qədər and Net Asset of bu qədərdir. It was then discovered that several items in opening inventory had been valued at selling price. This result in an 300.000 overstatement of opening inventory. The closing inventory had been correctly valued in the draft 2016 financial statement. Şərtlə hər şey verib və deyir ki, opening inventory'də olan belə deyim, yanlış qiymətləndirmə bu qədər məbləğdir, amma closing inventory tamamilə doğrudur. Biz hesab prosesində nə demişdik? Demişdik ki, closing inventory yalnız profitə təsir edir. Opening inventory'nin heç bir təsiri yoxdur. Və adam da şərtdə bizə deyir ki, closing inventory mənim doğrudur. Had been correctly. Doğru olduğu üçün onun bu prosesə, yəni opening inventory səhv olmasın, bu prosesə heç bir təsiri olmayacaq. Yəni verilən rəqəmlərimiz bu 1.644.900 və 6.957.300 bu olduğu şəklində qalacaq. Buradan heç nə dəyişilməyəcək. Cavabımız doğrudur. Keçək 21 nömrəli testimizin izahına. Hannah makes electric goods for retail customers. She has 10.000 washing machine and 15.000 computers in inventory. The following value relate to each item of inventory. Hər biri üçün baxaq. Deməli, deyir ki, onun 200 dənə unitdir, 100 dənə də burada kostudur və selling price satış qiymətini verib, selling xərclərini verib, trade discount offer to customer. Müştəriyə 5% endirim trade discount təklif edir, bu isə 10% trade discount təklif edir. Deməli, şərtimizi götürək, keçək Excel-imizə. Excel-imizdə həll eləməyə baxaq. Bunu sizin üçün biraz böyüdüm. Belə. Tamam. Nə deyir, nə verib, nə istəyir? Bu 200 zaten verib. Baxaq bunun NRV-sini tapmağa. 5% trade discount verirdi müştəriyə. 500-dən çıxdıq bunu və 75% selling expense var idi. Bunun NRV-si alındı 400. 100'ü zaten vermişdi kostunu. 10% trade discount verir və 25% selling expense var. 110 da bundadır. İndi kostumu götürək NRV-ni. Ən kiçiklərini qırmızıladıq ki, bunları götürəcəyik. Sayılarımızı da zaten şərtdə verib. 10.000 bundan idi, 15.000 də bundan idi. 200 bunun qiymətidir, 100 də bunun kostunu götürdük. Cavabımız olur 350.000. Bağışlayın, sıfırın birini kəmi qeyd elədik. İkinci nömrəli testin izahına baxaq. Which of the following statement is correct? Hansı doğru olduğunu soruşur. Oxuyaq, tanış olaq. Carriage inwards and outwards are both expense. Hər ikisi xərcdir. Which can be validly included in the established cost of inventory. Inventory'yə daxil olunur. Xeyr, inwards daxildir, outwards daxil deyil. Bir səhvdir. Keçək 2-yə baxaq. Carriage inwards is an expense, but carriage outwards sundry income to only carriage inwards can be included in valuation of inventory. B də səhvdir. Inwards daxildir axı. Deyir, carriage outward daxildir. Yox. C-yə baxaq. Carriage inward and outward are both expense. Okay, hər ikisi xərcdir. But only carriage inward can be validly included where appropriate in the valuation of inventory. Bəli, inwards daxildir, outwards xərci gedir. D variantına baxaq. Carriage inwards and outwards are both expense, but only carriage outward can be validly included. Xeyr, outward xərcə gedir demişik. O cavabımız C bəndidir. Tamam. Keçək 23 nömrəli testimizin izahına baxaq. Pumi had 120 units of an item in inventory which were purchased some times ago at a cost of
1200. Immediately before the end of the financial year 20 units were sold for 180. 20 unit satıb 180-ə. Shortly after the year end, il sonundan qısa bir müddət sonra future 20 units were sold 170 with 20 being increased the delivering the item to the customer. Və il sonundan qısa bir müddət sonra 170 qədər itemımızı 20 daşınma xərci ilə müştəriyə çatdırmısan. Yəni bir növ 150-yə 20 itemi sən 150-yə satmısan. Və il sonundan qısa bir müddət sonra burada xırda bir nüans var. Baxın həmin nüansa və sonda nə istədiyinə baxın. At what amount should the item in inventory at the end of the financial year be included in the financial statement? İl sonundan gedir söhbət. Amma bu proses il sonundan bir az sonra baş verib. Gəlin testimizin izahına baxaq. Orada hər şey aydın şəkildə başa düşüləcək. Kostu bilirik. 1200 dənə, 120 dənə unitli 1200 edib. Okey. Və 170-dən 20 çıxırdıq. 170 dollara 20-sini satıb və 20 dollar xərclə 7.50. Və bizim neçə dənə unitimiz var idi? 120 ədəd məhsulumuz var idi. Bunun 20-sini il sonunda faktik olaraq satmışdıq. Bizim əlimizdə 100 dənəsi qalmışdı. Bu satılmış növbəti 20-ni ondan çıxmırsınız. Yəni 80 olaraq qeyd eləmirsiniz. İl sonundan söhbət gedir. 100 olaraq qeyd edirsiniz. Amma qiyməti olaraq ən son, yəni bizim NRV düşüşümüz bu olub. NRV-miz bu olub. Ona görə 7.5 ilə götürürsünüz qiyməti, məhsulun qiyməti. Amma sayını 100 olaraq götürürsünüz. Son inventory amountumuzdur. Yəni 7.5-i vurursunuz 100-ə. 750 qədər. Getdik 24 nömrəli testimizin izahına. 11 yanvar Mobi purchase 100 units of goods for resale for 100.000. Yenidən satış üçün 100 ədəd məhsul alıb 100.000-ə. 11 Mart 2020 future units were bought for 20.400. 1 Martda da 20 ədəd alınıb 20.400-ə. 1 August 30 units were sold for 33.000. Avqustun 1-i 30 ədəd satılıb 33.000-ə. What is the cost remaining inventory using first in first out formula? FIFO metodu ilə qiymətləndirməyimizi istəyir. Keçək 24 nömrəli testimizin izahına. Baxaq, 100 ədəd var, 100.000-i alıb, 20 ədəd var, 20.400-ə alıb və 10.200. Qiymətlər qalxan dövrdür, əvvəlcədən qeyd edeyim. 30 ədəd məhsul satmışıq. Satdığımız 30 məhsul first in first out deyirsək də, bu 100 dənədən gedəcək. Bu olacaq 70 dənəsi qalacaq. Bu 20 dənədə olduğu kimi yerində qalacaq. Bu rəqəmi sizin üçün biraz böyüdüm. Əvvəlcədən. Ki, aydın görünsün. Baxın, nə etmişəm? 70-i vurmuşam bunun maya dəyərinə. Çünki məhsul bundan satıldı. Həmin 100 dənədən azaldı. Və bunun üzərinə gəlmişəm. Buna da əlimizi vurmamışdıq. Olduğu şəklində 20.400 qədər inventory qalğımız var idi orada da. 90.400. Cavablarda B bəndi. Keçək 25 nömrəli testimizin izahına. 11 yanvar Mobi purchased 100 units of goods for resale for 100.000. 11 Mart 2020 future units were bought 20.400. 1 Avqust tarixində 30 ədəd satılıb 33.000-dən və şərtdə nə deyir? If Mobi used the average cost method instead of FIFO, what would be the effect on inventory valuation and report profit? Deyir ki, average cost istifadə eləsə FIFO-nun əvəzinə necə olar? Baxın, bunun izahında mən sizə nə dedim? Bir əvvəlki misalın birə-bir eynisidir. 1000 və 1020. Görürsünüz, qiymətlərin price rising, qiymətlərin qalxan dövründən söhbət gedir. Qiymətlər qalxan dövründə FIFO ilə qiymətləndirməmiz ən yüksək idi. Belə demişdik. FIFO ilə ən yüksək idi və bizim closing inventory'miz yüksək olanda profitimiz də yüksək olurdu. İndi bizdən FIFO-dan average cost-a keçməyimizi bir növ istəyir. Onda sən nə edirsən? Inventory valuation nə olur? Azalır. Inventory valuation azalır və sənin profitin də avtomatik olaraq azalır. 25-də cavab D bəndi.
Tamamilə doğrudur. Baxın, açıqlamasını da zaten özü verir. Increase average cost goods sold is higher than under FIFO. Keçək 26 nömrəli testimizin izahına. Papyrus Co. sells 3 products, Mini, Maxi and Mega. 3 ədəd məhsul satır. The following information about inventory is available at the year end. 200, 240 və 300 qədər unitimiz var. Hər birinin orijinal kostu bu qədərdir. Estimated selling price, satış qiyməti bu qədərdir və satış xərci bu qədərdir. What is the value of inventory at the year end? İl sonunda nə ilə qiymətləndiriləcəyini, bir növü kostla mı yoxsa NRV ilə mi? Hansını götürəcəyimizi soruşur bizdən. Gəlin bunu sizin üçün biraz böyüdüm. Kostumuzu şərtdə verib 12-dir. NRV-miz 18 minus 3 15-dir. Baxın. 200 unit bunundur, 240 bunun, 300 isə bunun. Bunun da kostunu verib, NRV-sini biz tapırıq. 18, 22-dən 5 çıxdıq. 17, 10 və 13 qədər də bundadır. 10 və 13. Ən aşağı olanları götürürsən. Buradan kostu tutur, götürürsən. Buradan NRV-ni, buradansa kostu. Və saylarımız da bəllidir. Saylarımıza uyğun olaraq kosta və ya NRV-yə vururuq. Məsələn, bunda kostu götürmüşdük, bunda NRV-ni, bunda da yenidən kostu. 9480 qədər məbləğ alınır. Bu rəqəmi digərlərindən seçilməsi üçün biraz böyüdək. 9480. Cavabımız doğrudur. Bununla da bizim bugünkü mövzumuz da, inventory mövzusu da yekunlaşdı. Hər hansı bir sualınız olarsa şərh bölməsində qeyd etməyinizi xahiş edirəm. Və 077 327 23 77 nömrəsi ilə hər hansı bir sualınız olarsa əlaqə saxlaya bilərsiniz. Çox sağ olun. Uğurlar.